Əslində mən siz dediyiniz bu situasiya ilə bu matras seçimində rastlaşmışdım da, yəni Eyni o şeydir. qədər çox çeşidlər var Ay idi sağ ki, ol. yəni adam özü şaşırdı. Axırda bizə dedilər ki, uzanın baxın, yoxlayın. Bəli, bu çox yerdə var. Hətta bu matras seçimində belə bir şey var. Bir matras seçimi də yastıq seçimidir. Deyir ki, uzan və yoxla. Bəli, Bax bəli. özün ki, çünki orada yatma sən həyata keçirdirsən və sənin yatağındır. Sənin üçün komfort şəraiti yaradılmalıdır. Bu yumşaq mebelə aiddir. Sərt mebeldə də eyni şeydir. Amma məsələ burasındadır ki, məsələn, sərt mebelin özümünün seçimində doğru şəkildə seçilməsində. Məsələn, mən görüntünü eyni birəbir sizə verə bilərəm. Həm şpondan, həm də laminatla. Bu daxili materiallarda fərqlənir. Bu daxili yox, qapaqdan söhbət gedir elə ki. İç bölgüləndirməsində elə bir şey verə bilərəm ki, sizə, baxın, material olaraq demək olar ki, Azərbaycana idxal olunan, yəni gətirilən məhsulların hamısı həmən-həmən eyni materiallardır. Bilirsiniz fərqi nədədir? Nədir? İşçilikdə. Necə Usta var işçilikdə? ki, şponu elə bir şəkildə işləyir ki, şpon ən bahalı material sayılır da, materiallar siyasındadır. Elə bir işçilik verir ki, elə bilərsən laminatdır. Amma usta var, o laminatı, yəni melamini elə işləyər ki, elə bilərsən şpondur. Burada materialdan da ənam, bax, balans da əslində bu. Material, işçilik. Onda belə deyim də, məsəl üçün mən yenə mətbəxə qatmışam, mətbəxlə bağlı mən təcrübə. Çünki mətbəx bizim ən çox vaxt keçirdiyimiz Bəli. zonadır və bizim ən çox komfortunu hiss elədiyimiz zonadır. Bəli, mən burada əslində təmirdə çox fikir verirəm. Düzdür, mən özüm orada çox olmuram, amma fikir verirəm ora. Bax, onların orasında qalanda mən artıq başladım bir-bir soruşmağa. Nə fərq eləyir? Sən taxtan necədir? Taxta da indi yoxdur, düzdür. Laminatdır ya nə vurulursa, bu necədir? Qalınlığı nə qədərdir? Bu nə qədərdir? Bunları bir-bir araşdırmağa başlayanda gördüm ki, aralarında çox böyük fərqlər var. Hansı sistemdən istifadə edirlər? Baxsan ki, sadə bir sistemdir, qiymət təbii ki, ucuzdur. Biraz orta sistemlər var, yüksək var. Yəni qiymətə görə hamısı fərqlənir. Amma bir dənə sizlə nüans məni həmişə narahat eləyir. Mən ümumiyyətlə belə deyim də, çalışıram brend bir məhsulu alım. Brend bir məhsul ona görə yox ki, onun adı var. Sadəcə olaraq onu daşıyan adam o məsuliyyəti daşıyır orada. Məsuliyyəti daşıyır. Onu daha yaxşı verirlər. Hətta bəzi halda sifariş verəndə çalışıram ki, olsa belə brend məhsullardan sifariş verim. Yəni belə deyim də, sex mallarına girməyim. Çünki usta məsələsi deyilsə, amma usta məsələsi orada bilinmir də, yəni necə ola bilər? Yəni belə lotereya kimi oynayırsan da, yaxşı da ola bilər şeylər. Ümumiyyətlə mebelin özü hal-hazırda Azərbaycan bazarında lotereya kimi bir şeydir. İndi elə. Bəli, çünki hər evinin altında bir otaq artıq götürüb, tutaq ki, istehsalçıyam deyən adamlar olur. Amma 2 aydan sonra əlaqə saxlayırsan ki, nömrəsinə zəng çatmır. Elə. Başa düşdünüz? Ona görə mebel sektoru bizdə bazarda biraz zədələnmiş bir, ağrılı bir mövzudur. Tam olaraq güvən yaratmaq və bilirsiniz niyə? Çünki küllü miqdarda pul gedir. Yəni sırf mətbəx mebelindən söhbət getmir. Mətbəx mebelinin özündən belə danışsaq, onun o qədər bir 4-5 dənə sizə nümunəsini deyə bilərəm ki, aralarında o qədər kəskin bir fərq var. Amma görüntü baxsanız görəcəksiniz eyni görüntüdür. Amma onu istifadə eləyəndə sən artıq o istifadə prosesində başa düşürsən ki, bunun keyfiyyəti nə idi? Niyə o qiymətlə bu qiymətlə arasında bu qədər kəskin fərq var? İşçilik bilirsiniz nə vaxt bilinir? Mətbəxdə dolabın birini çıxardırsınız, görsənməyən hissələr var ha. Görsənməyən hissələrdə istifadə olunan materiallardan bilinir işçilik. Elə. Müştərinin görmədiyi hissələrdə bilinir işçilik. Görən nə var ki, yəni görəndə məsələn tutaq ki də boya verilibsə, onu işıqla da bilmək olur, üstünə vurulan boyanın ideallığını və yaxud da ki gözümüzü yumub əlimizi çəkəndə o hissiyatı aşuşeniyanı bizə verir ki, bu həqiqətən də ideal bir boyadır. Bir də parlaq boya seçəndə. Parlaq boya? Parlaq boya bütün şeylərin hamısını, altı hissədə olan problemlərin hamısını göstərir.
Ona görə Azərbaycanda hiss edirsiniz, biz parlaq boyadan çox az istifadə olunur, xüsusən də mətbəxdə və digər mebellərdə. İşçiliyi xüsusidir. O işçiliyi işləyən adam azdır. Həmçində şponda belədir. Şpon təbii ağacdır. Ağacdan hazırlanmış bir materialdır. Təbiisi də var, süynisi də var. Amma o şponun özünü, yəni sən evində bir ağac saxlayırsan, sən evində bir təbii material saxlayırsan. O aşuşeynalı almalısan. O hissi almalısan sən ki, həqiqətən də mənim evimdə o ağac var.